Həyat bəzən insanı ən çətin sınaqlarla üz-üzə qoyur. Yarış zamanı baş verən qəza gənc güləşçinin həyatını alt-üst etdi. Sınmış ayağı onu uzun müddət əlil arabasına məhkum etdi və sevdiyi idmandan uzaq saldı. Lakin o ağrılara və çətinliklərə təslim olmadı. Hər gün daha böyük əzmlə çalışdı. Hər addımda özünə olan inamını yenidən qazandı. Səbir, əzm və gecə-gündüz etdiyi məşqlər onu yenidən ayağa qaldırdı. Nəhayət bu güləş meydanına qayıdaraq qalib oldu. Bu sadəcə bir idmançının qələbəsi deyil, sınmayan iradənin və əzmkarlığın zəfəri idi.